Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Bu gün də istədim sizlə zalım balığın hissə verilməsini çəkib paylaşam. Əvvəlki videomda sazan paylaşmışdım. Bu da istədim zalım balığını paylaşam. Artyomdan Ramin qardaşımdan zalım balığı aldım və bunu yuyub təmizləyəndən sonra 2 gün duzda saxlayıram. Ondan sonra 2 saatda təmiz suda yuyub 2 saatda təmiz suda saxlayıram və bunu açıq havada asıram ki, hava dəysin, bu balıqda biraz quruma əmələ gəlsin. Həşəratların dəyməməyi üçün bayırda havasıdır. Marlə bükürəm. 2 gündə havada qalandan sonra və buraya təndirə daxil eləmək olar. Bəzi yerdə peşəkarlar, ustalar boçkada hissə verirlər. Mən amma təndir olduğu üçün, məndə təndir olduğu üçün təndirdə hissə verirəm. Və təndir də çox istəyirəm. Bəziləri safsim istəyirəmir, tüstüyə verir. Amma mən də istəyirəm ki, azca da istilik olsun, biraz da bişmiş fason olsun da, belə zövqümə görə. Və belə hazır ondan sonra təndirimi hazırladım. Balıqlarımı hazırladım, vurdum təndirə. Gördüyünüz kimi gözəl dalındı. Təndirə görə Fəridə bibimə də təşəkkürümü bildirirəm. Sağ olsun. Təndir satışında, quraşdırmasında peşəkar nömrə 1 olduğu üçün Allah ondan razı olsun. Təndiri mənə Fəridə bibim hədiyyə eləyib, sağ olsun. Və gördüyünüz kimi kaptimiz hazırdır. Hissə verilib. Nuşcanlıqla yemək olar. Yenə də videolarımın sonunda dediyim kimi göz haqqınızı halal edin. Allah sizdən razı olsun. Bəyənən əlləriniz var olsun. Təşəkkür edirəm hər kəsə. Abunə olmağı unutmayın.